Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının məhkəmə prosesində təqsirləndirilən şəxs David Manukyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən ölkəmizin ərazisinə qanunsuz keçdiyini və Azərbaycan Respublikasına qarşı döyüşdüyünü etiraf etdi. Təqsirləndirilən şəxs Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş David Manukyan, dövlət ittihamçısı Fuad Musayevin Ermənistan vətəndaşı olduğunuz və orada yaşadığınız halda sizi Azərbaycanın suveren ərazisi olan Qarabağa bağlayan nə idi və təcavüzkar müharibəyə hansı məqsədlə qoşulmusunuz sualına cavabında bildirdi ki, o 1992-ci ildə Qarabağa gəlib və Şuşa xüsusi əlahiddə taboruna qoşulub, hansı ki, həmin tabora Daşnak taboru deyilib. Qeyd edib ki, səngərdə olmağının məqsədi verilən tapşırığı yerinə yetirmək olub. Təqsirləndirilən Ermənistan Silahlı Qüvvələrinin tərkibində əsasən Ağdərədə, 15 gündə Kəlbəcərdə döyüşdüyünü dedi. Həmin vaxt Qondarma Qurumu Müdafiə Naziri kim olub sualına Samvel Babayan deyə cavab verdi. Sizi Ermənistanda hansı səlahiyyətli şəxs qəbul edib sualını isə belə cavablandırdı. Həm Müdafiə Naziri, həm də onun müavini qəbul etmişdi. Həmin vaxt Müdafiə Naziri Serj Sarkisyan, onun müavini isə Artur Ağabekyan idi. David Manukyan sizi qondarma rejimin 5-ci müdafiə xəttinin hərbi hissənin qərargah rəisi vəzifəsinə kim təyin etmişdi sualına cavabında isə bildirdi ki, bu təyinat Ermənistanda aparılırdı. Həmin vaxt Müdafiə Naziri Serj Sarkisyan olub. Ağdərədə 7-ci müdafiə xəttində hərbi hissənin komandiri vəzifəsinə də onu 2005-ci ilin əvvəlində Ermənistan Müdafiə Naziri Serj Sarkisyanın təyin etdiyini dedi. Ağdərə 10-cu diviziyanın qərargah rəisi, 2015-ci ildə isə Ermənistan Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsini isə o zaman Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın əmri ilə təyin olunduğunu bildirdi. İfadə verdi ki, Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycanın suveren ərazilərində vaxtilə mövcud olmuş Qondarma Qurumun müdafiə nazirini Ermənistan təyin edib. Qondarma rejimin prezidentinin müdafiə naziri təyin etmək səlahiyyəti olmayıb. Ermənistanda idarəetmə sistemindən asılı olaraq Müdafiə nazirini ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi. Zabitlərə ali hərbi rütbələr Ermənistan tərəfindən verilirdi. David Manukyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavab olaraq dedi ki, vaxtilə işğal altında olmuş Azərbaycanın suveren ərazilərində istifadə edilən silahlar əsasən Rusiya istehsalı olub. Həmçinin həmin vaxt qondarma rejimin uzaq mənzilli ballistik raketi olmayıb. Eləcə də vaxtilə işğal edilmiş ərazilərdə bu silahlar olmayıb. Silahlanma ilə məşğul olan hərbi qulluqçular vasitəsilə Ermənistandan silah gətirilirdi. Sonra kimə və nə qədər lazımdırsa hərbi birləşmələr arasında bölünürdü. Hərbi hissə komandiri olduğum vaxtda mən özüm çatışmayan silahların bölmə üzrə bölüşdürülməsini aparırdım. David Manukyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman qeyd etdi ki, qondarma rejimin ordusu Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi idi. Onun özü də Ermənistanın hərbi qulluqçusu olub. O, Azərbaycanın işğal altında saxlanılan ərazilərində hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan Silahlı Qüvvələrinin baş qərargahından gəldiyini etiraf etdi. Təqsirləndirilən tabe olduğu Ermənistan Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun dislokasiya yerinin isə Vardenis rayonu olduğunu dedi. Ermənistan Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun hərbi hissə komandiri vəzifəsinə Ermənistan prezidentinin sərəncamı ilə təyin olunmuşdum. Həmin vaxt Ermənistan prezidenti Serj Sarkisyan olub. Komandir vəzifəsinə təyin edilərkən prezident Serj Sarkisyan məni qəbul edib və onunla birbaşa ünsiyyətdə olmuşam. Təqsirləndirilən dedi ki, hər il Ermənistandan qondarma rejimin ordusunda xidmət etmək üçün hərbiçilər Azərbaycanın işğal altında saxlanılan ərazilərinə göndərilib. Həmçinin vaxtilə işğal edilmiş ərazilərdə xidmət edən hərbiçilər təhsil üçün xarici ölkələrə, kurslara göndərilib. Bunun üçün Ermənistan həmin hərbiçilərə maliyyə vəsaiti ayırıb. Manukyan özü Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə olarkən Rusiyaya göndərildiyini dedi. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavab olaraq bildirdi ki, o, Ermənistan prezidenti Robert Köçəryan tərəfindən medalla təltif edilib. General-mayor rütbəsi ilə ordudan təxris olunub və bu rütbəni ona 2020-ci ilin yanvarında Ermənistan prezidenti Armen Sarkisyan öz iqamətgahında şəxsən təqdim edib. O, qardaşı Geqan Manukyanın Daşnak Sütun Partiyasının üzvü və Ermənistan parlamentinin deputatı olduğunu dedi.
Bundan başqa, hazırda Azərbaycanda həbsdə olan və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Ruben Vardanyanı da tanıdığını bildirdi. Xankəndini tərk edən zaman Vardanyana dedim ki, maşında bir nəfərlik boş yer var. Amma çox əşya apara bilmərik. Laçın keçid məntəqəsində bizi saxladılar. Mənim və arvadımın sənədlərini yoxladılar, geri qaytardılar. Dedim ki, maşında bir nəfər də var. Sənədlərini götürüb baxdılar və dedilər ki, siz maşından çıxın. Sonra bilmirəm onu hara apardılar. David Manukyan dövlət ittihamçısının vaxtı ilə işğal edilmiş ərazilərdə mövcud olan Cəsurlar dəstəsi barədə hansı məlumatlarınız var sualına belə cavab verdi. Bu bölmə Ermənistan silahlı qüvvələrində formalaşıb. Hansı qaydada xəbərim yoxdur. Səhv etmirəmsə 2020-ci ilin oktyabrın 11-də göndərilib Müdafiə Ordusu komandirinin tabeçiliyinə. Mənim bu haqda xəbərim yox idi. Ordu komandiri mənə dedi ki, bir bölük gəlməlidir. Mən də qeyd olunan yerə getdim. Həqiqətən də bölük orada idi. Həmin bölükdə müxtəlif yaşlı, müxtəlif peşə sahibi olan adamlar vardı. Məhkəmə prosesi aprelin 7-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.